Harasa gedəndə Az yeyirsən. Bəli. Yəni videonuzdan da bilinir ki, az yeyənsiz. Bəli, bəli. Amma səhər tezdən yemək lazımdır. Həkimlərimiz belə tövsiyə edir. Narahat olmayın, bir dəqiqə zəng Çünki vuracam. səhər-səhər ayılanda bədən belə deyim də tezdən ayılırsan və harasa gedirsənsə, hazırlaşırsansa, belə deyim də, orada bədən axı yuxudan yeni ayılıb və həmən də çoxlu-çoxlu yemək artıq bu bədənimiz üçün, orqanizmamız üçün ziyanlıdır. Buna görə də mədənin nəzərələri axı tam açılmamış olur səhər-səhər. Ona görə bu gələn qonaqlarımızın mədəsi mənim verilişimdə oyanır da. Bəli, bəli. Ağızlarını saxlamırlar, yeyirlər. Ona görə də səhər-səhər bir stəkan su ilə yaxşı olardı ki, yavaş-yavaş da, yəni həmən yeməyi, qidanı qəbul eləmək olmaz. Bu orqanizm üçün yəni ziyanlıdır əslində. İlham Hanım, sizdən bir şey soruşum. Bir adam bir adamdan ayrılıbsa, onun videolarını telefonda saxlayırsa, şəkillərini öz telefonunda saxlayırsa, yəni nə deməkdir bu? Bu artıq problemli bir, belə deyim də, insandan söhbət gedəcək psixoloji tərəfdən. Xəstə deməyəcəm, amma onu da bilmir ola bilsin asılı qalıb ondan. Yəni özü ilə bağlı, öz güvəni ilə bağlı bir problemləri var. Ola bilsin də ki, yadından çıxıb onu silmək, bu da var. Yox, yadından çıxmayıb. Hər dəqiqə baxır o videolara, o şəkillərə. Deməli, amma adamdan ayrılıb. Adamdan ayrılıb. Onda belə demək, görüntülü qürur göstərir bu adam. Əslində həmin insandan asılı qalıb. Bəlkə də başqalarına göstərir ki, mənim sevdiyim insan bu olub. Ola bilər, bəli, o da ola bilər. Və yaxud da ki, asılı qalıb, onu unuda bilmir. Ona baxıb ondan enerji alır hər dəfə. Onun videolarından, şəkillərindən. Hətta onun videolarına baxıb enerji almaq olur ondan. Bəli, ola bilər.